Salam əziz şagirdlər, mən Samir Balaçiyev. Yenə yolda tıxacdayam və bu fürsətdən istifadə edib sizlərə kiçik bir qayda izah etmək istəyirəm. Deməli, biz bir çox vaxt feilin to ilə olan formasını, yəni to plus verb formasını məqamələr kimi tərcümə edirik. Misal üçün cümlə önündə deyirik: To play chess is my hobby. Şahmat oynamaq mənim hobbimdir. Və yaxud I want to play chess. Mən şahmat oynamaq istəyirəm. Amma bəzi hallar olur ki, to plus verb bizim dilimizə an kimi tərcümə olunur. Xüsusilə ismin önündə the first, the only, the last, the next sözləri varsa, bu zaman isimdən sonra gələn to plus verb an kimi tərcümə oluna bilər. Misal üçün, deyirəm ki, he was the first boy to answer my question. O mənim sualıma cavab verən birinci olan oldu. Və yaxud, she was the last girl to finish the task. O tapşırığı bitirən sonuncu qız oldu. Baxın, bu cümlələrdə to plus verb an kimi tərcümə olundu. Növbəti bir qayda isə so-nun cümlə içində tərcüməsidir. Cümlə içində əgər so-dan əvvəl virgül varsa, bu zaman so buna görə də kimi tərcümə olunur. Misal üçün, mən deyirəm ki, Jane was ill, virgül, so she didn't go to school. Jane xəstə idi, buna görə də o məktəbə getmədi. Amma əgər so-dan sonra adjective, üstəgəl that görsəniz, bu zaman o elə ki kimi tərcümə olunur. Misal üçün, Jane was so tired that Jane elə yorğun idi ki, she couldn't help me. O mənə kömək eləyə